إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله وحده لا شريك له ونشهد أن محمدا عبده ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في محكم كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قد أفلح المؤمنون صدق الله العظيم. Değerli kardeşlerim, Allah-u Teala en son ve en mükemmel din olan İslam dinini alemlere rahmet olarak gönderdiği ve en son peygamber olan Hazreti Muhammed Mustafa sallallahu teala aleyhi ve sellem vasıtasıyla bizlere ve bütün insanlara sattırmıştır. Bütün güzellikleri özünde cem edip dünyaya meydan okuyarak herkesi, hatta müşrik, kafir ve müsteşrikleri bile heyran eden dinimiz birçok önemli hususlara özel önem vermiştir. Bunlardan da biri salam meselesidir. Allah-u Teala Nisa suresinin 56. ayəsində belə buyurur: Sizə salam verildiği zaman onu daha güzel alın veya eyni ilə sahibine qaytarın. Şüphesiz Allah her şeyi hesaba alandır. Ebu Ömer'e Bera bin Azib radıyallahu anhuma belə demiştir: Resulullah sallallahu aleyhi ve sellem bize bu 7 şeyi emr etti. 1. Xəstə ziyarəti. 2. Cənazəyə iştirak. 3. Təşmitul atıs dediğimiz askırana xeyir dua etmək. 4. Zəiflərə kömək etmək. 5. Məzluma köməkçi olmaq, yardım etmək. 6. Salamı məşhur hala gətirərək yaymaq. 7-si isə and içənin andının yerinə gəlməsini, yerinə yetirilməsini təmin etmək. Əbu Hüreyrə radiyallahu anh'tan rivayet olduğuna görə Nebi sallallahu aleyhi ve sellem buyurdu ki Allah-u Teala Adam aleyhisselamı yarattığı zaman ona get bu oturmakta olan meleklərə salam ver ve senin salamına necə cavab verəcəklərini de gözəlcə dinlə. Çünkü senin ve senin övladlarının salamı o olacaq buyurdu. Adam aleyhisselam meleklərə yaxınlaşıb Esselamu aleykum dedi. Meleklər isə cavab verdilər: Esselamu aleykə və rahmetullah. Yəni rahmetullah sözünü ona əlavə etdilər. Değerli kardeşlerim, her işte bize örnek sayılan ve bütün hayatını her sayfasında heç bir qüsuru olmayan Resulullah sallallahu aleyhi ve sellem bizi salamlaşmağa təşviq etmiş ve necə salamlaşacağımızı bize öğretmiştir. Təşviq barəsindəki əsli çox önemlidir. Allah Resulü buyurur ki Allah'a iman etmedikçe cennete girə bilməzsiniz. Birinizi sevmedikçe həqiqi iman etmiş olmazsınız. Size birbirinizi sevecek, birbirinize yaxınlaşdıracaq bir əməli öyrədin mi? Aranızda salamı yayın.
Subhanallah. Yəni bu qədər önəmli bir məsələdir salamlaşmaq məsələsi. Necə salamlaşacağımızı isə yenə Rasulullah'tan dinləyək. İmran ibn Hüseyin radiyallahu anhuma belə dedi. Nəbi sallallahu aleyhi və səlləmin yanına bir nəfər gəldi və Əssəlamu aleykum dedi. Peyğəmbərimiz onun salamına eyni şəkildə cavab verdikdən sonra həmin şəxs oturdu. Allah Rəsulu 10 savab qazandı buyurdu. Sonra bir başqa adam gəldi. O isə Əssəlamu aleykum və rahmetullah dedi. Peyğəmbərimiz onun da salamını eyni şəkildə alır və o adam oturduqdan sonra Peyğəmbərimiz buyurur ki 20 savab qazandı. Daha sonra biri gəlir və Əssəlamu aleykum və rahmetullahi və barakatuh dedi. Həzrət Peyğəmbər də o adamın salamını eyni ilə alır və ona cavab verir. O da yerinə oturur. Rasulullah sallallahu aleyhi ve sellem 30 savab qazandı. Diqqət edin. Hər kəlmə 10 savab deməkdir. Əssəlamu aleykum və rahmetullahi və barakatuh. Bu 3 kəlmə dilimizə o qədər mi ağır gəlir ki, bunu bir-birimizi görərkən bir-birimizə çox görürük. Yoxsa ehtiyacımız yoxdur mu savaba? O qədər mi çoxdur savabımız? Yenə başqa bir hədis şərifdə Rasulullah sallallahu aleyhi ve sellem buyurdu ki, biriniz bir məclisə girəndə salam versin, qalxmaq istəyəndə də salam versin. Birinci salam sonuncudan üstün deyil. İkisi də eyni ölçüdə əhəmiyyətlidir. Dəyərli qardaşlarım, salamlaşmanın fəzilətinə dair hədis kitablarında çoxlu sayda hədislər vardır. Allaha və axirət gününə iman edib, yalnız Allahın rızasını qazanmağı özümüzə hədəf seçən bizlər, Rasulullahın bu sünnətini yaşayarkən onun ədəb və qaydalarına da riayət etməliyik. Salamla əlaqədar bir çox ədəb və təfərrüat var. Bunların təfərrüatına girmədən qısa olaraq belə deyə bilərik ki, kiçiklər böyüklərə, minikli olan gedənə, gedən oturana, sayca az olan çox olanlara salam verər. Xüsusilə diqqət edəcəyimiz ədəblərdən biri də məscidə girərkən salamlaşmaqdır. Məscidə girərkən yüksək səslə salam vermək və məsciddə olanların da eyni şəkildə toplu halda cavab verməsi namaz qılanlara, Quran oxuyanlara, zikr edənlərə və dua edənlərə mane olmaq bəyənilməyən və ədəbə zid bir hərəkətdir. Rasulullah sallallahu aleyhi ve sellemdən nəql olunan və İslam alimlərinin bir araya gətirdiyi 8 qrup var ki, bunlara ümumiyyətlə salam verilməz. Birincisi, naməhrəm olan qızlara və gənc qadınlara. İkincisi, şahmat və digər oyun oynayanlara. Üçüncüsü, qumar oynayanlara. 4, içki içənlərə. 5, qeybət edənlərə. 6, musiqiçilərə. 7, açıq-aşkar günah edənlərə, günah iş görənlərə. 8, qızlara və qadınlara baxanlara. Bunun xaricində Allaha və axirət gününə iman edən hər bir kəsə salam vermək sünnətdir. Almağın hökmü isə vacibidir, yəni fərzdir. Həzrət Peyğəmbər sallallahu aleyhi ve sellemdən rəvayət edilmişdir ki, bir cemaat gedərkən yeri gələndə içlərindən bir adamın salam verməsi hamı üçün kifayətdir. Oturanlar adına bir adamın qarşılığı kifayətdir. Bizim
məqsədimiz də, qayəmiz də bəllidir, qardaşlarım. Nədir bunlar? Allaha haqqı ilə qul, Rasulullaha layiqli bir ümmət olmaqdır. Və ən əsası isə, qardaş, aramızdakı birliyi və bərabərliyi, mehribanlığı, sevgini, hörməti və sayğını qorumaqdır. Bir-birimizə arxa çevirmək deyildir. Bir-birimizə həsəd, kin, nifrət bəsləmək deyildir. Bu, nə bizim, nə də bizdən əvvəlkilərin niyyəti olmayıb. Allah-u Teala bizləri yaşadığımız hal üzrə qalmağı, sırat müstəqimdən ayrılmamağı və bu hal üzrə də ölməyi bizlərə nəsib etsin. Ələ innə ahsənəl kələm və abləğəl nizam kələmullahil məlikil azizil alləm və izə qurəl qur'anu fəstəmi'u ləh və ansitu ləalləkum turhamun. Elhamdülillahi hamdan kamilen vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ta'zimen li nebiyyihi ve tekrimen li fekhameti şâne şeraf safi fekâle azze ve celle min gâilin muhbiren ve âmira inna Allah ve melâiketehu yusallûne alen nebi ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimû teslîmâ. اللهم ارض عن خلفاء الراشدين أبي بكر عمر وعثمان وعلي وعلى بقية الصحابة والتابعين رضوان الله تعالى عليهم أجمعين. إن الله يأمر بالعدل والإحسان وإيتاء ذي القربى وينهى عن الفحشاء والمنكر والبغي يعظكم لعلكم تذكرون. Şübhəsiz ki, Allah-u Teala ədalətli olmağı, yaxşılıq etməyi və qohum əqrabaya öz haqlarını verməyə əmr edər, pislikdən və azınlıqdan çəkindirər və hər zaman ibrət almağımız üçün bizə öyüd və nəsihət edər.